Fikir verirəm ki, o dövrün adamları heç bir zaman o baş verən situasiyaları açıq şəkildə açmırlar. Nə situasiyanı açmırlar, nə adamın adını çəkmirlər. Onu pərdəli saxlayırlar. Onlar düşünürlər ki, bunu demək olmaz. Amma bugünün insanı, bugünün bu sənətdə olanı bunu danışmaqla, bunu açıb farş eləməklə bunu böyük bir özünə cəsarət, qoçaqlıq bilir. Bilirsən, çətinliklər olur həmişə. Mən həmişə demişəm, televiziyadır, məsələn, mətbuatdır. Bunlar hamısı cəmiyyətimizin güzgüsüdür. Sən gələcək üçün nə qoyub gedirsən? Məsələn, belə baxanda hər birimizin daxilində nədənsə görsən şikayət var, nədənsə görsən bəyənmirik neysə, bunları deməyin də təri var. Bunları hamısının adı ilə olduğu kimi götürüb açıb tökməklə, sökməklə bu kimlərisə neysə olmaz. Onlar deyəndə də tərbiyəli şəkildə deyəsən ki, o adamlar inciməsinlər. Yəni, görsün ki, belə bir şey var, götürsün. Bizdən məsələn nədir? Eşidir ki, məsələn, biri məsələn nədən şikayət, filan kəs belədir, yox, filan kəs belədir, filan kəs. Bunlar ad çəkməklə güya ki, öz verdiklərini, reytinqini qaldırırlar, özlərini, bunlar yəni ki, cəmiyyətdə belə sözü düzgün deyənlərdir. O da öyle söhbət. Görsən ki, məsələn, cəmiyyətdən xoşuma gəlmirsə, onu elə formada digilən ki, o adam kim ki, məsələn, düzgün eləməyib o işi, özü utansın öz hərəkətindən. Yoxsa bunun adını çəkməklə, bunu təhqir eləməklə, bunlar iş deyirlər.